Bir gün professor sinifə girir və stolun üstünə bir qab qoyur və deyir: "Bu sadəcə şüşə qab deyil, bu sənin həyatındır." Sonra içinə bir neçə top atıb soruşdu ki, "Sizcə bu qab doludur?" Tələbələr dedilər: "Bəli." "Həqiqətən?" Sonra bir torba əlvan daşlar çıxarıb qaba tökdü. Onlar da qaba sığdı. "İndi qab doludur?" Tələbələr dedilər: "Bəli, indi tam doldu." "Doğrudanmı?" Sonra biraz qum çıxartdı və qumu qaba tökdü və o da qaba sığdı. "İndi qab doludur?" Tələbələr dedilər: "Vəssalam, tam doludur." "Həqiqətən belə düşünürsünüz?" Sonra 2 stəkan kofeni götürüb qaba tökdü və yenə sığdı. Sonra tələbələrdən soruşdu ki, bütün bunlar nə deməkdir? Tələbələrdən biri dedi ki, bəlkə həyatınız nə qədər dolu olsa da, həmişə yeni nəsə üçün yer var. Xeyr, əfsuslar olsun ki, həyatımızın ölçüsü sonsuz deyil. Gəlin izah edim. İlk qaba atdığım toplar həyatınızdakı ən vacib şeyləri təmsil edir. Sevgi, dostlar, ailə, xoşbəxtlik, sağlamlıq, arzular. Rəngli daşlar isə o qədər də vacib olmayan, lakin daha parlaq və cəlbedici olan şeyləri təmsil edir. İş, pul, maşın, ev, paltar, əyləncə. Sonda olan qumlar isə əhəmiyyətsiz, lakin hər şeyi udandır. Ən sadə və primitiv ehtiyaclar, ən adi instinktlər, daha çox yemək yemək, tənbəllik etmək, qeybət etmək, həyatımızın böyük bir hissəsini sərf etdiyimiz bütün cəfəngiyatlar. Sonra isə professor tələbələrdən hamısını tərs qaydada etməyə xahiş etdi. Əvvəlcə qum tökməyə, sonra daşları, sonra isə toplar qoymağa çalışın. Tələbələr cəhd etdilər, amma heç kim bacarmadı. Sonra professor dedi ki, görürsünüz, bizim həyatımız belə qurulub. Əgər siz həyatınızı qumla doldursanız, heç vaxt içinə daha vacib olan şeylər qoya bilməyəcəksiniz. İnsanların həyatda ən çox etdiyi səhv nədir? Ən kiçik və mənasız şeylərdən başlayaraq həyatlarını doldururlar. Ən vacib şeyləri xatırladıqda isə artıq çox gec olur. Həyatınızı, dəyərli vaxtınızı boş yerə sərf edə bilərsiniz. Televizora baxmaq və ya gecə-gündüz kompüter monitoru qarşısında keçirmək, telefonda zamanınızı öldürmək və s. Maraqlı olan odur ki, həyatınız hər iki halda həqiqətən dolu olacaq. Amma nə ilə dolu olacaq? Onu həqiqətən vacib bir şeylə doldurmaq üçün yeriniz qalacaqmı? Buna görə də həmişə ən əsasdan başlayın. Həyatınızı ən dəyərli, ən vacib şeylərlə doldurun və yalnız bundan sonra o birlərə keçin. Sonda tələbələr soruşdular: "Bəs qəhvə nə demək idi?" Professor dedi: "Həyatınız nə qədər dolu olsa da, nə qədər məşğul olsanız da, sevdiyiniz insanla bir stəkan qəhvə içməyə həmişə vaxt tapmaq olar." Bu videoda deyilənləri yadda saxlayın. Dostlarınızla və digər dəyər verdiyiniz insanlarla paylaşın. Qoy onların da həyatı daha vacib və dəyərli şeylərlə dolu olsun.